Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən Nurlan Allahverdiyev. Bu gün Cisco Networking Akademi üzərindən self-study olaraq şəbəkə biliklərindən necə yiyələnəcəksiniz? Bununla bağlı təlimimiz necə olacaq? Bunun haqqında detallı danışacağım. Özüm haqqında qısa bir məlumat verim. Hazırda dövlət qurumlarından birində informasiya kommunikasiya texnologiyaları üzrə məsləhətçi olaraq fəaliyyət göstərirəm. Paralelində Cisco Şəbəkə Akademiyasının rəsmi instruktoruyam. Həmçinin DevNetwork Akademi onlayn platformasının yaradıcısıyam. Əlavə olaraq da qeyd edeyim ki, mənimlə bağlı detallı məlumat əldə etmək istəyən rəydə bildirdiyim LinkedIn profil linki üzərindən baxıb məlumat ala bilər. Mən niyə DevNetwork Akademi onlayn platformasını yaratdım? Yəni bunu yaratmaqdakı məqsədim nədir? Günümüzdə yaşam şərtləri, Bakıdakı yaşam şərtlərini nəzərə alsaq, tələbələrin kurslara yazılması, kurslara inklass şəkildə yazılıb gedib kurslarda iştirak etməsi onların zaman baxımından vaxtını çox alır və zaman baxımından vaxtı çox alınan şeyə də diqqət göstərmək daha da çətinləşir. Bunları paralelində maliyyə məsələsi bu gün bütün kurslarda deyil, amma çoxunda qiymət məsələsi ilə bağlı çox yuxarı bir qiymət təklifləri edilir ki, bu da tələbələr üçün, xüsusilə universitet tələbələri üçün informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil alan universitet tələbələrinin maliyyə imkanlarına uyğun gəlmir. Həm mobility cəhətdən istənilən yerdə əlçatanlığı təmin etmək, həm də universitet tələbələrinin maliyyə imkanlarını nəzərə alaraq daha aşağı qiymətlərə, daha keyfiyyətli təhsil üçün platformanı yaratdım. Dediyim məsələlərdən əlavə olaraq bu onlayn platforma sizə həm də şəbəkə bilikləri ilə birlikdə şəbəkə təhlükəsizliyi, dünyada bu 4-5 ildir trend halına gələn network automation, şəbəkə avtomatlaşdırılması, şəbəkənin proqramlaşdırılması sahəsində təlimləri təşkil eləyəcək. Bu gün demək olar IT sahəsində istər helpdesk olsun, istər sistem administratoru olsun, istər şəbəkə administratoru olsun, istər SOC analist olsun, bu sahədə çalışanlar demək olar ki, başlanğıcda Cisco Şəbəkə Akademiyası üzərindən bir yol keçiblər ki, rəsmi akademiya üzərindən sizə karyeraya addımlamaqda yol açmış olacaq. Onlayn platforma yaradılıb. Bu çox gözəl, amma bir sual yaranır ki, bu onlayn platformada hansı təlimlər təşkil olunacaq? CCNA ilə bağlı dedim, şəbəkəyə ilkin giriş dərsi, CCNP sertifikasiya dərsləri paylaşılacaq, kiber təhlükəsizliklə bağlı dərslər olacaq, şəbəkənin avtomatlaşdırılması ilə, şəbəkənin proqramlaşdırılması ilə bağlı, həmçinin şəbəkə təhlükəsizliyinə aid olan firewalllarla bağlı Palo Alto, Fortinet, Cisco-nun əvvəlki adı ilə desək ASA, yeni adı ilə desək Firepower-larla bağlı dərs videoları olacaq. Bayaq da dedim, mən Cisco-nun Cisco Networking Akademinin rəsmi instruktoruyam. Cisco şirkəti təxminən 25 ildən artıq bir müddətdir ki, bu platformanı, bu təhsil platforması təşkil eləyir, IT sahəsində mühəndislər yetişdirir. Bu gün IT sahəsində çalışanlar, yəni biz arada qısa olaraq Netacad deyirik. Bu Netacadın sayəsində öz yollarını
seçiblər, karyera yollarını tutublar. Həmçinin Cisco platforma üzərindən instruktorlar da yetişdirir. Hazırda burada mən sizə Network Academy-nin Learning portfoliosunu göstərirəm. Yuxarıda göstərilən kateqoriya Cisco Certification Trainings üzrə hazırda təlimçilik dərəcəm var. 6 təlim üzrə CCNA, CyberOps, DevNet, Network Security, CCNP, Mcore, CCNP, NRC üzrə rəsmi təlimçilik dərəcəm var ki, bunların hər biri ilə bağlı təlimlər təşkil olunacaq. Bu təlimin mexanizmasını mən sizə izah eləyəcəm. Sonradan digər təlimlərin necə gələcəyi ilə bağlı artıq beyninizdə bir forma yaranacaq. Təlimlərlə birgə əsas gözə dəyən məsələ sertifikatlardır. Sertifikatlar nə qədər gözə dəysə də əsas məsələ sertifikatın təliminin içindəki mövzulardır ki, bunları əsas başa düşmək lazımdır. Bunları başa düşüb, bunları anladıqdan sonra siz sertifikasiya sizin belə deyək, siz binanı tikirsiniz, hörürsünüz, hər şey daha keyfiyyətli şəkildə. Sertifikasiya hesab edin ki, üzünə bakrovka çəkib bəzəmək kimi bir şeydir. Bizə lazım olan əsas məsələ binövrə və hörmə məsələsi. Hazırda ekranda Cisco-nun sertifikasiya belə deyək, yolunu görürsünüz. Əvvəlki sertifikasiya ilə hazırki sertifikasiya arasında bəzi fərqlər var. Onları deyim biləsiniz. Əvvəlki sertifikasiya sistemində, yəni 2019-dan əvvəlki sertifikasiya sistemində çox sayda CCNA sertifikatı var idi. CCNA Routing and Switching var idi, Security var idi, Wireless var idi, Collaboration var idi, Data Center var idi, Cloud var idi. Yəni çox sayda CCNA var idi. 2019-cu ildə o bütün CCNA-lər vahid bir CCNA halına gətirildi və CCNA 200-301 sertifikatı çıxdı. Digər bir dəyişiklik, əvvəl siz məsələn CCNP dərəcəsində bir imtahana girmək, CCNP dərəcəsi almaq istəyirdinizsə, mütləq şəkildə CCNA sertifikatını almağınız lazım idi. Amma 2019-cu ildən sonra bu məsələ dəyişdi. 2020-2019-cu ildən sonra bu məsələ dəyişdi. Məsələ necə dəyişdi? Əvvəllər belə idi ki, sən CCNP olmaq istəyirdinsə, gedib CCNA Routing Switching almalıydın. Sonra CCNP olmaq üçün 3 dənə imtahan vardı, onu verməliydin. CCNP Switch, CCNP Route, CCNP Troubleshoot. Bu 3 dənə imtahanını verməliydin. Ondan sonra CCNP Enterprise dərəcəsini alırdın. Amma indi məsələ dəyişdi. Sən CCNP sertifikatı almaq istəyirsənsə, məcbur gedib CCNA imtahanına girməli deyilsən. Amma tələb var ki, CCNA imtahanına girib sertifikatı almasa belə, CCNA səviyyəsində şəbəkə bilikləri olmalıdır. Yəni belə bir rahatçılıq olub. Digər bir rahatçılıq, hansı ki, mühəndisləri sevindirən bir məsələdir, Recertify məsələsi ilə bağlı. Məsələn, sizin CCNA sertifikatınız var. Məsələn, CCNA CyberOps-da sertifikatınız var. Siz hal-hazırda məsələn Automation, CCNA Automation sertifikatına hazırlaşırsınız. Sizin də məsələn CCNA sertifikatınız bitir. Məsələn, deyək, bir həftə sonra CyberOps-unuz da bitir, Cyber Security sertifikatınız da bitir 2 həftə sonra. Məsələn, siz deyək ki, sabah getdiniz, CCNA Automation imtahanına girdiniz. Sizin imtahandan keçməyinizdən sonra
bütün sertifikatlar 3 il uzanır. Getdim məsələn CCNA-lərin qurtarmağına bir müddət qalmış. CCNP imtahanından keçdim. CCNP imtahanından keçdikdən sonra, CCNP sertifikatını aldıqdan sonra paralelində digər sertifikatların 3 il qabağa uzanır. Yəni belə bir rahatçılıq gətirməklə mühəndisləri hər dəqiqə sertifikat imtahanına girmək məcburiyyətindən qaçırdıblar. Yaxşı, biz sertifikatları dedik, belə sertifikat var, o sertifikat var, bu sertifikat var. Yaxşı, bizim mövzumuzdakı, yəni bugünkü prezentasiyada danışılacaq CCNA imtahanına self-study olaraq hazırlaşma məsələsi necə olacaq, onunla bağlı biz əsas danışaq. Öncəliklə bildirim ki, CCNA sertifikatı, CCNA təlimi şəbəkəyə ilkin giriş təlimi kimi sayılır. 3 semestrdən ibarətdir. Normalda bu sertifikatların, bu təlimin müddəti 5-6 ay çəkir və 3 semestrdən ibarətdir. Hər semestrin özünün həm daxili imtahanları var, həm də quizləri var. Hər semestrin final imtahanları var. Bu 3 semestrdə nələr keçir, onlara qısa bir baxacağıq. Ümumiyyətlə bir şey bildirim ki, IT sahəsində istər helpdesk olsun, istər şəbəkə mühəndisi olsun, istər sistem administratoru olsun, istər kibertəhlükəsizlik mühəndisi olsun, mütləq şəkildə CCNA-in birinci semestrinin məsələlərini, domenlərini, modullarını çox gözəl dərk eləməyi lazımdır. Cisco-nun CCNA sertifikatının birinci semestrində OSI referans modelinin A-sından Z-nə açıq töküblər ki, biz bununla bağlı video dərsdə detallı olaraq göstərəcəyik. Birinci semestr Introduction to Networks-dır. Burada təməl şəbəkə əlaqələri, şəbəkə kommunikasiyaları ilə bağlı danışılır. Şəbəkə kommunikasiyaları hansı modellər əsasında qurulub, onunla bağlı danışacağıq. Burada ikinci, 10-cu mövzular switch router konfiqurasiyasıdır. Mən bunu birinci semestrin son dərsi olaraq həmişə keçirəm. Səbəb də bəllidir. Bütün mövzuları başa düşməmiş, cihazda konfiqurasiya aparmaq, cihazda hər hansı bir problem çıxdı, troubleshooting aparmaq qeyri-mümkündür. Yəni heç nə bilmədən mənasızdır. Ona görə yəni modul 16-nı keçdikdən sonra basic switch and device configuration və basic router configuration mövzularını izah eləyirəm. Birinci semestrdə Ethernet konsepsiyalarından danışacağıq ki, Ethernet texnologiyası həm kabel sistemlərini, kabellərini istifadə etdiyimiz konnektorlardır. Onların necə istifadə olunması ilə bağlı məsələləri özü tənzimləyir. Şəbəkələr bir-birləri ilə necə kommunikasiya qurur, nələr vasitəsilə kommunikasiya qurur, onunla bağlı danışacağıq. IP adresləmə ilə bağlı bunu deyim, qulağınıza sırğa eləyin. IP adres bilməyən adam şəbəkəni başa düşə bilməz. Bu yazılmamış qanundur. Bunu bizim köhnə təlimçilərimiz belə deyirdilər ki, IP adresi başa düşməyən adam, IP adresləməni eləyə bilməyən, subnetləməni eləyə bilməyən adam şəbəkə sahəsində fəaliyyət göstərə bilməz. Yəni çətinlik çəkər. İkinci semestrdə switching, routing and wireless essentials məsələləridir. Switchlərlə bağlı biz danışacağıq. VLAN texnologiyası ilə bağlı danışacağıq ki, bu gün VLAN olmadan, yəni VLAN-sız şəbəkə yoxdur. Bunu açıq deyim. Yəni bu gün VLAN-lar olmasaydı bizim şəbəkə infrastrukturumuz bildiyiniz, yəni qarmaqarışıq bir hala gələrdi.
Həmin bulanların bir-birləri ilə, fərqli bulanların bir-birləri ilə xəbərləşməsi ilə bağlı danışacağıq. Yedəkli şəbəkələr necə olmalıdır, necə olur, hansı texnologiyalarla həyata keçirilir, təşkil olunur yedəkli şəbəkələr. Bununla bağlı danışacağıq. Əlçatan və etibarlı şəbəkələr necə qurulur, hansı texnologiyalar əsasında. Bununla bağlı danışacağıq. Birinci semestrdə Network Security-nin Fundamentals hissəsi var idi. İkinci semestrdə Data Link Layer, yəni Layer 2 Security məsələsindən danışacağıq. Wireless-la bağlı danışacağıq. Wi-Fi-lərlə bağlı, Wi-Fi texnologiyaları ilə bağlı. Wi-Fi texnologiyalarında security tədbirləri nələr var? Bununla bağlı danışacağıq. Routing məsələsi ilə bağlı danışacaq. Routing məsələsinin bütün proseslərini A-sından Z-nə incələyəcəyik. İstər statik routing olsun, istər default root olsun, istər dinamik routing protokolu olan OSPF version 2, version 3 məsələsi ilə bağlı danışacaq CCNA ilə, single ARIA ilə bağlı. Multi ARIA CMP-də var. Bunların troubleshooting ilə bağlı danışacaq. Bir də float static root məsələsi var. Onunla bağlı danışacaq. Önəmli mövzulardır. Başa düşülməsi lazım olan mövzulardır. Üçüncü semestrdə adı Enterprise Networking and Security and Automation gedir. Burada bayaq dediyim Single Area OSPF protokolu ilə bağlı danışacaq. Yenə security məsələsi var burada. Network security-nin konsepsiyalarından danışacaq. Firewall-larda aktiv istifadə elədiyimiz access listlər və NAT-la bağlı danışacaq. WAN məsələsi ilə bağlı danışacaq. Bu gün şirkətlər ISP-dən hansı texnologiya ilə internet alır və yaxud da filiallarını xəbərləşdirir. Bununla bağlı detallı danışacaq. Şəbəkələrin optimizasiyasıdır, monitoringidir, troubleshootingidir, dizaynıdır. Bunlarla bağlı danışacaq və ən sonda network virtualization və automation proqramlaşdırılması ilə bağlı giriş səviyyəsində məsələlərə giriş eləyəcəyik. Dərslər təbii ki, video dərslikdə nəzəriyyə məsələləri danışılmayacaq. Həmçinin laboratoriyalar işləniləcək, laboratoriya tapşırıqları veriləcək və laboratoriya tapşırıqlarını biz nədə eləyəcəyik, necə işləyəcəyik, bizə nə lazımdır deyə sual yaransa, Cisco bunu ilə bağlı Packet Tracer deyə bir proqram təminatını yaradır ki, Cisco özü də deyir ki, CCNA səviyyəsində imtahana hazırlaşan, CCNA səviyyəsində şəbəkə öyrənmək istəyən üçün Cisco Packet Tracer artıqlaması ilə bəs edir. Və mən bayaqlar bildirdim ki, başqa təlimlər də olacaq. Başqa təlimlərin təşkilində artıq digər bu simulyatordur. 2 dənə emulyatordan istifadə edəcək. Bir CNS 3 və EVNG. Bunlar emulyatorlardır. Bunlarda real avadanlıqların imagelerini burada otuzdurursunuz. Real avadanlığı necə istifadə edirsinizsə, burada da rahat istifadə eləyə bilirsiniz. Ümumiyyətlə, bu tip simulyator, emulyatorlar real avadanlıqlara qədərki bir prosesdə çox yardım eləyir. Öyrənmək istəyənlərin nəzəriyyəni düzgün şəkildə başa düşüb praktikaya tökməyi çox əlverişli şərait yaradır. Bəs öyrənmə prosesi necə olacaq? Gələk əsas məsələyə. Öyrənmə prosesində birinci növbədə prosesə qatılmaq istəyənlər YouTube videosunun aşağısında rəy bölməsində form linki olacaq. Formu doldurub
və orada qeyd etmişəm nömrəsini və mail adresini yazmaq lazım olacaq. Qəti şəkildə tapşırıram. Mail adreslərini yazanda Gmail adresi yazın. Çünki Netacad üzərindən maillərin gəlib getməyi olur. Bəzi təsdiq mailləri gəlməli olur. Sizin Gmail üzərindən eləməyiniz sizin üçün rahatçılıq yaradacaq. Digər bir məsələ, biz video dərslərə harda baxacağıq? Video dərslərə əvvəllər Network Academy platformasında videoları yükləmək mümkün olurdu. Yəni istənilən ölçüdə videonu yerləşdirmək olurdu. Prosta o mümkün olmadığı üçün Telegram qrupu üzərindən paylaşılacaq. Həm video dərslər, həm laboratoriya tapşırıqları, həm də tapşırıqların həlli Telegram qrupu üzərindən paylaşılacaq. Və bu sizə nəyi də təşkil edəcək? Elə biz istədiyimiz vaxt yolda gedə-gedə mövzu ilə bağlı oturub videoya baxmaq istəsəz, istədiyiniz videoya rahatçılıqla baxa bilirsiniz. Bu sizə mobilitini də təşkil edəcək. Sual yarana bilər ki, bu son dövrdə Telegramın bəs qeydiyyat məsələsi gəlib, bəs pul tələb edir. Bununla bağlı narahatçılığa ehtiyac yoxdur. O məsələni mən həll eləyəcəm. Sizin Telegram yoxdursa Telegramın açılmağında, onun maliyyə məsələsi ilə bağlı mən özüm öz tərəfimdən dəstəyimi göstərəcəm. Video dərslərə baxmaqla iş qurtarmır. Video dərslərə baxdıqdan sonra Şəbəkə Akademiyasının platformasında mövzunu oxumaq lazımdır ki, mən platformadan paylaşıram sizinlə. Hazırda mənim instruktorluq olan platformamı görürsünüz. Məsələn, birinci semestrlə bağlı daxil olduğumda sizdə də bu cür açılacaq. Mən məsələn girdim, oxumaq istədim. Sizin burada hər mövzuda bunu %100 eləməyiniz lazımdır. Bunu da %100 eləmək daxilindəki videoları işləmək, quizləri işləmək, videolara baxmaq, quizləri işləmək, tapşırıqları işləmək, checkpoint imtahanları var. Burada göstərim. Checkpoint imtahanı var. Checkpoint imtahanını tamamlamalısınız. Burada digər praktik final imtahanları var. Aktiv olan imtahanları verməyiniz lazımdır. Sonda hər semestrin öz final imtahanı var. O final imtahanından öncə sizin həmin semestrin bir növ dəyərləndirmə anketini doldurmağınız lazımdır. Dəyərləndirmə anketində təlimçi necə idi, Network Academy belə deyək də sizə qatqılarını aldı. Bir növ tərifləmə anketidir. Tərifləyə gedərsiniz. Sonra final imtahanını verməyiniz lazımdır. İstər final imtahanı olsun, istər checkpoint imtahanı olsun, bunlarda 70 deyir, mən tələbələrdən 75% və üzərində dəyər göstərmələrini tələb edirəm. Yenə də bildirirəm, mövzuları oxuyanda burada mütləq şəkildə 100% yazılması lazımdır ki, voucher gəlmə məsələsində sizdə bir problem yaratmasın. Üçüncü semestrin final imtahanı daha kritik imtahandır. Səbəbini deyəcəm. İmtahanlarda 75%-in üstündə dərəcə yığıb, yəni imtahanları 75%-in üstündə bitirənlər digital badgelərlə təmin olunacaqlar. Bu digital badgelər credly.com saytı var, orada yerləşdirilir. Orada həmin o Cisco-nun Netacadında akant yaratmada istifadə elədiyiniz
Gmail üzərindən açmağınızı məsləhət görürəm ki, sinxron olunub ora düşsün. Bu digital bəzlər sizin nə biliklərə sahib olduğunuzu rəqəmsal olaraq təqdim eləyir. Bunu LinkedIn üzərində də yəni paylaşmaqla öz network'ınızı böyüdə bilərsiniz. Bayaq bildirdim, CCNA-in 3 semestrinin final imtahanlarının hər birinin 75% özləri dərəcə göstərənlər 58%lik endirim voucheri qazanırlar. Bu da nə deməkdir? Normalda CCNA imtahanı $300-dırsa, siz 58%lik endirim voucheri qazanaraq $300 imtahana $126 daxil olmuş olursunuz və sizdə discount bölməsi olur və bu discount bölməsində gəlib oturur. Mən də düz istifadə eləmişəm deyə artıq expired olur. Burada 70%liklər görürsünüz. Onlar ancaq instruktorlara verilir. Digər adi tələbələrə isə 58%lik endirim voucheri verilir. Məsələlərlə bağlı yaradılan Telegram qrupunda onsuz da verdiyiniz hər bir suallar cavablandırılacaq. Telegram qrupunda həmçinin beynəlxalq imtahanın suallarından ibarət güncəl test toplusu da paylaşılacaq hər dəfə yenilənəndə və bu da imtahana hazırlaşmaq istəyənlərə bir növ dəstək olar. Telegramda dərs videoları minimum 2 gündən bir paylaşılacaq. İlk dərs 4 oktyabr saat 20:00-da Telegram qrupunda paylaşılacaq və yenə deyirəm, minimum 2 gün. 3 gündən bir də paylaşıla bilər, 2 gündən bir də paylaşıla bilər. Nə çox, nə tez. Yəni bu. Bu həm də sizin paylaşılan dərsi düzgün vaxtda öyrənməyinizə, hər şey sürətlə qaçmaqla deyil də ara verə-verə öyrənməyinizə kömək göstərəcək. Təkcə dərsin özü deyil, həm də laboratoriya videosu da paylaşılacaq. Laboratoriya tapşırığı veriləcək. Laboratoriya tapşırığının da həlli qaydası paylaşılacaq. CCNA-nin 3-cü semestrinin dərs videoları artıq paylaşılmağa başlanılanda, artıq mən onlayn, yəni canlı yayımlar YouTube kanalı üzərindən canlı yayımlar həyata keçirdəcəm. Canlı yayımlarda hər hansı bir böyük topologiya üzərində laboratoriya işləmək, sizin karyera suallarınızı cavablandırmaq, imtahanlarla bağlı suallar cavablandırmaq, universitetində mövzu ilə bağlı çətinlik yarananlara bir növ dəstək göstərmək, təbii ki, sahə üzrə bu məsələləri müzakirəsi də olacaq. Həmçinin dərslərlə, texnologiya ilə bağlı da müzakirələr olacaq. Digər bir məsələ təlimin ödəniş məsələsi ilə bağlı. Təlimlərin qiymətləri universitet oxuyan və işləyən adamlara görə fərqləndirilib. Yəni burada təlimin qiyməti belədir ki, yalnız bir dəfə ödəyəcəksiniz, amma ömürlük istifadə edə biləcəksiniz. Təlimlərin qiymətləri forumda yazılıb. Hal-hazırda belə deyək, qatılan ilk 100 nəfərə 50% endirim, ikinci 100 nəfərə 30% endirim, qalanlarına da 10% endirim tətbiq olunacaq. Yəni nə qədər tez keçsəniz, o qədər sizə endirim verilmə ehtimalı daha yüksəkdir. Dərslərlə bağlı dərsləri elə izah edirik ki, heç bir qaranlıq qalan bir şey olmur. Real həyatdakı кейslər üzərindən danışılır. Real həyatdakı problemlərdən, real həyatda qarşımıza çıxan hansı ki, o texnologiyanın bizə maraqlı olub da necə işlədiyini bilmirik. Bunların əsasında dərslər izah olunur. Hətta birinci mövzuda Network Trends
məsələsi var. Pandemiya dövründə, pandemiyadan əvvəlki, pandemiya dönəmi və pandemiyadan sonra hansı texnologiyalar gündəmdə daha çox populyar hala gəlib, bu məsələlərə çox ciddi toxunacaq. Bayaq bildirdim ki, digər self-study təlimlər də olacaq. CCNA bitdikdən sonra Encore NRC məsələsi başlayacaq. Yəni video dərslər yəni tam yerləşdirilib bitdikdən sonra Encore və NRC ilə bağlı təlimlərin olacağı qrupun belə deyək, ortaya çıxması başlayacaq. Bu 2026-cı ilin yanvar ayına planlaşdırılıb. Sonrasında isə kiber təhlükəsizlik, şəbəkə təhlükəsizliyi ilə bağlı ki, mən burada Network Academy-dən yer qoymuşam. Əslində qalanda burada CyberOps-la bağlı, Network Security məsələsi ilə bağlı Netacad üzərindən işləyəcəyik. Amma CMP Security Core ardıcan gələcək. Firepower-la bağlı, Cisco ISE ilə bağlı, Palo Alto, Fortinet bunların təlimləri ilə bağlı da, yəni 2026-cı ilin mart ayından bunlar üçün də ayrıca bir self-study təlim qrupu paylaşılacaq ki, qiymətlər də hələ ki bunlar üçün təyin olunmayıb. Bazarda hamının əlinin çatacağı və bəziləri bəlkə də baha ola bilər texnologiyaya görə. Məsələn, Cisco ISE-in təlimləri normalda maraqlanılsa, əslində qalanda çox bahadır. Amma uyğun qiymətlərlə təşkil etməyə çalışacağam. Palo Alto-nun təlimi verənlər çoxdur. Fortinet-in də təlimi verənlər çoxdur. Hər hansı bir qiymət siyasəti var. Hər kəsin əli çatacağı bir təlimlər olsun deyə bir dəfəlik ödənişli təlimlərdir. Amma ömürlük istifadə edəcəyiniz təlim yerləridir. Əlavə suallarınız yaranarsa, burada göstərilən nömrələrdən əlaqə saxlaya bilərsiniz. WhatsApp-ı 724 aktivdir. Göstərilən mail adresi üzərindən sorğu meyli yaza bilərsiniz. LinkedIn səhifəsi üzərindən də müraciətlərinizi eləyə bilərsiniz. Amma kimlər yazılmaq istəyirsə, forum linkini paylaşırıq rəydə. Forum linki üzərindən qeydiyyatdan keçib ayın 4-ü artıq tələbələri bir-bir qrupa yerləşdirərək təlim videolarını paylaşılmasına başlanılacaq. Dinlədiyiniz üçün də hər kəsə təşəkkür edirəm.